Uşaqlar salamlar hər kəsə. Yeni videoma xoş gəlmisiniz. Dediyim kimi bir müddət 3-5 dəqiqəlik videolar atacağam YouTube'a. Bugün məndə ayaq günüdür. Məndə ayaqlar biraz zəifdir. Çoxlar elə bilir ki, mən ayaq düz əməlli işləməm, amma mən bölgə olaraq ən yaxşı işlədiyim bölgəm ayaq məşqidir. Amma genetik olaraq ayaqlar biraz zəifdir məndə. Ona görə yaxşı inkişaf eləmir. Qabaqlar həftədə 2 dəfə işləyirəm, indi həftədə 1 dəfə işləyirəm. Yavaş-yavaş məşqləri düzənə qoya-qoya 2 dəfəyə qaldıracağım ayağı da. Demək olar ki, bütün əzələ qruplarını 2 dəfəyə qaldıracağım yavaş-yavaş. İnşallah belə. İsinmə kimi 5-10 dəqiqə velosiped sürürəm. Ondan sonra əlavə olaraq çiyinləri falan isitmişəm. Sadəcə ayaqları tam isitmək üçün də bir 5-10 dəqiqə velosiped, ondan sonra keçirik ayaq məşqini. Bir də ən axırda bir 10-15 dəqiqə daha velosiped sürəcəm, amma onda da ağır pedal çevirəcəm. Bu ağırlaşdırırsınız, ağır pedal çevirirsiniz. Bütün ayağı işlədir. Belə, mən isinim, hərəkətlərdə görüşərik. Uşaqlar ayaqları isitdim. Birinci hərəkətimiz leg extension olacaq. Set sayısı saymıram. Sadəcə 2-3 set isinmə edib, ondan sonra da bir 2-3 setdə normal work set edib buraxıram. 10-15 sayı edə biləcəyim çəkiyə qoyuram. 2-3 set bundan isinib, ondan sonra normal pişolarla 10 təkrar edə biləcəyim setlərə keçəcəm. Gedək. Bütün setləri də bax, indi göstərəcəyim kimi bu hissiyatla edirəm. Sıxıb saxlayacaqlar. Qaldırsan, bütün lifləri hiss edirsən, təzən düşürsən. Bax. Qaldırdıq. Tam ayarlayaq. Qaldırdıq. Bütün lifləri hiss edirəm. Yavaş-yavaş düşürdüm. İnşallah birinci hərəkəti qurtardım. İndi keçəm ikinci hərəkətə. Birinci hərəkət ayağın ön hissəsidir, quadricepslər. İkinci hərəkət olaraq isə ayağın arxası, hamstring bölgəsini işləyəcəm. Keçək ikinci hərəkətə. Qantellə bütün hərəkətləri demək olar ki, lyamkadan istifadə edirəm. Çünki fikrim qalmır ki, qanteli tutmağın dərdinə. Sadəcə hərəkəti işləməyi düşünürəm həmin vaxtı. Gedək. İnşallah bunu da mən 3-4 set girəcəm. Ondan sonra digər hərəkətdə görüşərik yenidən. İnşallah üçüncü hərəkətimiz hack squat olacaq. Bunu da 2 set isinmə girəcəm. Ondan sonra 2-3 setdə working set girəcəm. Gördüyünüz kimi biraz yüngül çəki taxmışam. 10-15 sayı işləmək üçün, daha yaxşı isinmək üçün. Ondan sonra keçəcəm normal kilolarla normal setlərə. Məsələn, hack squatın normal squatdan fərqi bilirsiniz nədir? Burada zədələnmə riski daha azdır. Normal squatda daha çox zədələnmə riski var. Bir də bu daha bir meyil olduğu üçün kartlara daha yaxşı vurur. Daha ağır kilolarla işləyə bilirsiniz. Bir də qaçmır, adamın beli falan zədələnmir. Belə, gedək işləyək. Hop. Tam belimizi 30'duruq. Tam düşdük. Hop. 1 2 3 4 birində 5. İnşallah ayaq məşqinin sonuna gəldim. Axırıncı hərəkət leg curl işləyəcəm. 2 hərəkət ayağın önün, 2 hərəkət də arxasını işləyib ayaq məşqini bitirəcəm. Bir də axırda dediyim kimi 10 dəqiqə ağır pedal velosiped sürüb məşqi bitirəcəm. İnşallah başlayaq leg curl-ə. 3-4 set 10-12 təkrarını edib videonu sonlandıracağım. Başlayaq.
İnşallah videonun axırına gəldi. Videomu bəyənib kanala abunə olmayı unutmayın. Gələn videolarda görüşərik.